Şimali Kipr Türk Respublikasında təşkil edən Texnofest 2025 üçün 400 mindən artıq əhalisi olan adada 70 mindən çox ziyarətçi qeydiyyatdan keçib. Bu, Şimali Kipirdə tədbirə nə qədər böyük maraq olduğunu göstərir. Müxtəlif müsabiqələrdə iştirak üçün 22 ölkədən 47 mindən artıq müraciət daxil olub. Azərbaycandan gələn komandalar ənənəvi olaraq Texnofestin ən fəal iştirakçılarıdır. Bizim proyektimiz biodizel almaqdır. Biodizeli biz saç atıqlarından və qağıdalı samanından alırıq, piroliz yöntəmindən. Və bizim komandamız 100-dən çox komandanın arasından seçilərək finala yüksəlməyə haqq qazanıb. Və biz ümid edirik ki, burada da birinci yerə çıxaraq həm Azərbaycanımıza, həm universitetimizə qələbə qazandıracağıq. Bakı Ali Neft Məktəbi tələbəsiyəm. Ümumi olaraq komandamız 3 nəfərdən ibarətdir. 1 nəfər məsləhətçi və 2 nəfər komanda üzvü. Ümumi olaraq ideyamız insanların səyahət edərkən qarşılaşdığı 2 əsas problemi həll eləməkdir və bunu ağıllı bir eynəyə inteqrasiya eləməkdir. Bu problemlər insanların dil problemləri və naviqasiya problemləridir və bizim layihəmiz eynək vasitəsilə eynəyin daha doğrusu köməyi ilə onlar həm naviqasiya dəstəyi ala biləcəklər, həm də ki dil dəstəyi alıb rahatlıqla səyahət edə biləcəklər.